Mən İbrahimov Alim Xəmmətlaboğlu 1988 təvəllüd Laçın rayonu Qarakeşdi kəndindən keçmiş məcburi köçkürəm. Hal-hazırda Ağcabədi rayonunun Taxta Körpü ərazisində adlanan 245 sayılı məcburi köçkünlər qəsəbəsində yaşayıram. Ev 105 ünvanında. Buradan müraciətim sənədir. Möhtərəm cənab prezident, mənə haqsızlıqlar eləyirlər. Mənə olan haqsızlıqlardan, müsibətlərdən qurtulmağım üçün səndən kömək istəyirəm. Səsimə səs verməyini istəyirəm. Şəxsən özün qəbul eləməyini məni xahiş eləyirəm. Artıq dərəcədə səndən möhtərəm cənab prezident, Laçın rayonumuzun başçısı Aqil Nəzərli gördüyünüz kimi şəklini çəkirəm. Bir belə aidiyyəti qurumlara məktub yazmışam. Bütün dövlət güc üstürüklərinin hamısına məktub yazmışam. Bax, məktublarımdan evimdə yer yoxdur. Mən dövlətdən 300 manat pul alıram. 5 nəfər ailədə olmaqla 3-ü də az yaşlı gələcəyin əsərini böyürəm. Mən onların boğaz qidasını, təminatını eləyə bilmirəm. Qaz pulu 300 manat gəlib. 300 manatda çörək pulu alıram. Mən bu 300 manatı qaz puluya verim. Uşağımın boğaz qidasını təmin edim. Möhtərəm cənab prezident, mənim işə ehtiyacım olmasaydı, mən Laçın rayonunun məşğulluğunda uzun illərdir işsiz kimi qeydiyyata yoldaşımı aldırmazdım. Mən özümdə mədə-bağırsaq problemim var. Heç yerlərdə də işləyə bilmirəm. Budur göstərirəm. Laçın rayonunun başçısının mənim bu müsibətlərimdən xəbəri olsa da, mən sosial platformada da mərdi qava-qava möhtərəm cənab prezident namərd eləməkdir. Bizi çalışır ki, Aqil Nəzərli bu cür biz vətəndaşların işə ehtiyacımız olduğu halda gördüyün kimi göstərirəm, aidiyyəti qurumlar baxsın, dəyərli Azərbaycan xalqı baxsın və bunu bəyan işarəsini takibi əsirgəməsinlər ki, bəlkə bu platforma gedib möhtərəm cənab prezidentimizə çatsın və bəlkə mən çarəsiz bir vətəndaşa köməkdarlıq eləsin. Allah hər birinizin canını sağ eləsin. Möhtərəm cənab prezident, mənim yoldaşımın adına gələn iş yerini Laçın rayonundan olan Kommunal İdarəsinin müdürü Komxoz deyilən idarə var. Həmin o idarəyə gəlib 2 dəfə vakansiyanı rüşvət qarşılığında satdı digər şəxsə. İşini təmin elədi. Öz şəxsi manevriyyələri uğrundan mübarizə. Ben bu baş verən haqsızlıqlardan qurtarmaq üçün Laçın rayonumuzun başçısının Aqil Nəzərliyə bildirsəm də, Aqil Nəzərli də həmin Komxoz idarəsi birbaşa Laçın rayonumuzun başçısının Aqil Nəzərlinin sərəncamındadır. Yəni ötəliyində olan bir qurumdur şəxsi. Həmin qurumla əlbir olaraq rüşvəti alıb aralığında böldükləri üçün mən vətəndaşın bir belə məktublarına, bir belə sosial şəbəkədə 2 ildir paylaşmağımı baxmayaraq, mən vətəndaşın şikayətinə məhəl qoymayıb öz çirkin niyyətlərini irəli sürdülər. Biz vətəndaşları gördüyün kimi mənim yerimə kim olsaydı, nə edərdiniz? Bir deyim, xahiş edirəm yorumlarda yazsın. Bir belə aidiyyəti qurumlara 6 nəfərlik stolun üstündə məktubdan yeri yoxdur. Budur, baxın, görün sizə qurban olun. Bir belə məktublar yazmışam aidiyyəti qurumlara. Bu aidiyyəti qurumlar şikayətimi təmin elə. Bax, yazdığım məktublardır, budur, çeklərdir. Baxın, sizə qurban olun. Mən deyim, neyniyim? Bizi beləliklə biz çarəsiz vəziyyətdə saxlayır. Aidiyyəti qurumlara məktub yazıram. Hamısı Laçın rayonunun icra hakimiyyəti başçı Aqil Nəzərliyə gəlir. Aqil Nəzərli də öz çirkin niyyətlərini üsbatı örtməklə yuxarı hakimiyyət orqanlarına yalan saxta mən vətəndaşın adından məlumat verir ki, güya mən işi istəmirəm, mənə iş lazımdır. Mənim 2 dənə vakansiya bir yoldaşımın adına bir fəhlə işi, bir də bir süpürgəsi işi verilib. Xahiş edirəm, mənim işimə qaytarılsın, bərpa olunsun, mənim işim verilsin, mən işimi götürürəm. Möhtərəm cənab prezident, beləliklə biz vətəndaşların acınacaqlı olmasını paylaşırıq və bunu bizi susturmaq istəyir. Mənə hədə göndərir müəyyən qurumlarla ki, səsimi susturmaq istəyir ki, səni şərlədəcəm, sən yuxarı hakimiyyət orqanlarına məktub mənim haqqımda verirsən, mən də neyniyim, mənim yerimə olsalar neyniyərsiniz? Baxın, mən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin aparatının vətəndaşları müraciətinin ilə iş sektorunun da Samir Şərifovun da qəbulunda olmuşam. Prezident aparatında da budur qəbulunda olmuşam. Mən bütün Əliyev Sosial Müdafiə Nazirliyi Anar Əliyevin də qəbulunda olmuşam. Bu da çeklərdir. Daha mən bütün güc üstürklərin qəbulunda olmuşam. Beləliklə mənim şikayətimə məhəl qoymayan Laçın rayonunun başçısı Aqil Nəzərli mən vətəndaşı çarəsiz belə bilərəkdən qərəzli şəkildə mənim işlə təmin eləməməyinin səbəbi oradadır ki, mən vətəndaşı, əhalini sizin üzərinizə qaldırır, xalqı sizdən narazı salmağa çalışır. Xahiş edirəm ki, möhtərəm cənab prezident,
dövlət gücüstürüklərine, aidiyyəti qurumlara göstəriş verəsiniz. Aqil Nəzərlinin iş fəaliyyəti ilə bağlı ciddi bir kontrola nəzarətə götürsünlər və aidiyyəti qurumlara bir də göstəriş verəsiniz. Mən bir belə məktub yazıram, şikayətim təmin olunmur. Biz Azərbaycan millətiyik, Azərbaycan xalqıyıq. Həmişə biz ədalət deyib, ədaləti çağıran millətiyik. Ədalət sülhsevər millətik. Bu günləri mən Azərbaycan xalqından, mən dövlət gücüstürlükdən ədalətin bərpa olmasını istəyirəm. Mənə olunan haqsızlıqlar aradan götürülsün və mənim yoldaşıma, bir xadimə işini çox görməsinlər. Möhtərəm cənab prezident, ahalını, biz vətəndaşları Aqil Nəzəri narazı salıb sənə qarşı çıxardırlar. Narazı salmağa, özün də görürsən, bir belə vətəndaşın şikayəti təmin olmadığı halda, təbii ki, biz vətəndaşları çalışır ki, narazı. Amma mən heç vaxtı ac qalsam da, möhtərəm cənab prezident, sənin humanist yardımlarını, vətəndaşların hər zaman yanında olduğunu, çarəsiz vətəndaşların problemini həll eləməyini mən inanıram ki, varım və inanıram ki, möhtərəm cənab prezident, mənim bu paylaşımlarım bir gün sənin qabağına çıxacaq, qarşına çıxar və aidiyyəti qurumlar Səyyəv kimi rüşvətxor məmur Laçın rayonunun başçısı Aqil Nəzərlinin özbaşınalığına son veriləcək və biz də bu problemdən qurtulacağıq. Çox sağ ol, möhtərəm cənab prezident. Təşəkkür edirəm. Dəyərli Azərbaycan xalqıma təşəkkür.